Ausbildung und Tätigkeiten dediyimiz kimi peşə və fəaliyyətlər. Eee, Təhsil daha doğrusu. Kommunikasyon, kommunikasiya, sich begrüßen, salamlama, sich und andere vorstellen, özünü və digərlərini təqdim eləmə, Beruf und Tätigkeiten nennen, peşə və fəaliyyətlərin adlandırılması, über die Schulzeit berichten, məktəb vaxtı haqqında, informasiya über haqqında, Schulzeit, məktəb vaxtı, berichten informasiya deməkdir. İnformasiya vermək. Einen tabellerischen Lebenslauf lesen und schreiben, gündəlik görülən, işlərin, və yaxud da fəaliyyətlərin adlandırılması və yazılması. Den, Tagesablauf beschreiben, gündəlik gedişin, təsvir edilməsi. Wortschatz, yəni istifadə olunan lüğətlər, Angaben zur Person, şəxs haqqında informasiyalar, Beruf, peşə, Tätigkeiten fəaliyyət, Schule, məktəb, Ausbildung, Ausbildung təhsil, Hobbis də aydın məsələdir, hobbi deməkdir. Düşürük aşağıya. Aha. İndi burada belə bir tekst var. Tekstə keçməmişdən əvvəl bir adını Sie vorstellen. Onu oxuyaq. Fragen Sie Ihren Nachbarn, Ihren Nachbar. Deməli, burada Nachbar, qonşu demək, Nachbarin, Ihre sizin, yəni Ihre sizin qonşu qadın cinsinə və sizin qonşu kişi cinsində. Yəni bunlara sual verin deyə keçir bu cümlə. Berichten Sie über Namen, Heimatland, Wohnort, Sprachen, Beruf, Arbeitgeber und Universität, Hobbys. Deməli, adı, vətəni, yaşayış yeri haqqında dili, ondan sonra vəzifəsi, iş fəaliyyəti və yaxud da universitet oxumaq, hobbiləri haqqında informasiyanın verilməsi göstərilir burada. Wie heißen Sie? Wie ist Ihr Name? Adınız nədir? Wie heißen Sie? Hər kimə sual verilə bilər. Necə adlanırsınız və yaxud da adınız nədir? Wo kommen Sie? Haradan gəlmisiniz? Wo wohnen Sie? Harada yaşayırsınız? Wo, harada? Wohnen, yaşamaq. Sie də siz. Welche Sprachen sprechen Sie? Hansı Sprache dil deməkdir. Sprachen isə cəm halında dillər deməkdir. Hansı dillərdə danışa bilirsiniz? Was sind Sie von Beruf? Sizin peşənizin adı nədir, belə deyək? Peşəniz nədən ibarətdir? Wo arbeiten Sie? Harada işləyirsiniz? Wo studieren Sie? Harada təhsil alırsınız? Was sind Ihre Hobbys? Sizin hobbiniz nələrdir? Kimi keçir burada. Aha, və burada sual varsa, deməli bunun cavabı da var. Deməli, misal üçün başlayaq. Wie heißen Sie? Adınız nədir? Meine Nachbarn heißt, misal üçün Yaqub, oder Xəyyam, oder Leyla. Meine Nachbarin heißt, əgər burada qadından söhbət gedirsə, meine Nachbarin heißt Leyla. Əgər kişidən söhbət gedirsə, o zaman mein Nachbar heißt Xəyyam. Sie kommt aus Aserbaidschan, sie kommt aus Deutschland, sie kommt aus Türkei. Belə, din Türkay səhv eləmirəmsə, orada işlənməli idi. Və keçirik ikinci çalışmaya. A2, hören und lesen Sie. Yəni, oxuyun və dinləyin. Burada çalışma deneməkdən də ibarət olacaq. Bu baxımdan birinci oxuyaq, sonra dinləməni qoyarıq, eyni ilə dinləməni də eşidə bilərik bu zaman. Hello, my name is Pedro Gomez. Salam, mənim adım Pedro Gomezdir. Mənim adım yox, onun adı Pedro Gomezdir. Ich bin 33 Jahre alt. Bu kişinin gördüyünüz kimi 33 yaşı var. Ich komme aus Spanien. Mən İspaniyadan gəlmişəm, deyir bu adam. Mein Geburtsort ist Barcelona. Mənim doğulduğum məkan, Geburtsort,
Geburt doğulmaq da orada bildiyiniz kimi və yaxud da bilmədiyiniz kimi məkan deməkdir. Barselona. Mənim doğum yerim Barselonadır. Ich bin in Barcelona zur Schule gegangen. Burada görürsüz, keçmiş zaman artıq işlənibdir. Perfekt. Keçmiş zaman formalarında da deməli qaydasız fe'llərin düzəlməyi müxtəlif cürdür. Yəni belə deyək, qaydalı fe'llər bir cür, qaydasız fe'llər tamam başqa cür. İngilis dilində olduğu kimi fərqlənir. Misal üçün burada getmək, hərəkətin bir dəyişməyindən söhbət gedirsə, bir yerdən başqa yerə gedib və yaxud da stabil olan bir vəziyyət dəyişirsə, bu zaman biz bindən istifadə edəcəyik. Yox, hərəkət dəyişməsindən söhbət getmirsə, bu zaman biz haben olmaq, hər ikisi olmaq sein fe'lindən istifadə olunur. Yəni habedən istifadə edəcəyik. Burada hal-hazırda gördüyünüz kimi bindən istifadə olunur. Ich bin in Barcelona zur Schule gegangen. Mən Barselonada məktəbə getmişəm kimi tərcümə olunur bu cümlə. Danach habe ich in Madrid Biologie studiert. Bundan sonra mən Madriddə biologiya oxumuşam. 2001 habe ich mein Studium mit dem Masterdiplom abgeschlossen. Burada görürsünüz artıq habe abgeschlossen. Abschloss bağlamaq deməkdir. Abschlossen bağlamaq feili kimi də istifadə olunur və bu keçmiş zaman formasında abgeschlossen kimi gedir. 2001 habe ich mein Studium mit dem Masterdiplom abgeschlossen. 2001-ci ildə mən təhsilimi master diplom ilə bitirmişəm. Nach dem Studium habe ich ein Jahr bei der Firma Santos gearbeitet. Təhsildən sonra mən firma Santosda işləmişəm. Santos firmasında işləmişəm deyək. Tərcüməsi olmasın cümləmiz. 2002 bin ich nach München umgezogen. 2002 ilində mən Münchenə köçmüşəm. Mən dedikdə, yəni bu gördüyünüz şəxs köçübdür. Ich habe in München eine Stelle beim Europäischen Patentamt bekommen. Deməli, mən Münchendə Avropa Patentləri bölməsində işə düzəlmişəm, iş əldə eləmişəm. Dort arbeite ich als Patentprüfer. Orada patent nəzarətçisi kimi işləmişəm. Ich muss viele Patente lesen und Briefe an Patentwälte schreiben. Deməli, mən çoxlu patentlər oxumalıyam və məktublar yazmalıyam. Ich bin verheiratet und wohne mit meiner Frau in einer kleinen Wohnung im Zentrum. Bu gördüyünüz kişi evlidir, evlənibdir və həyat yoldaşı ilə balaca şəhər München mərkəzindəki balaca bir evdə yaşayır. Die Wohnung ist sehr teuer. Baha deməkdir. Yəni Wohnung da mənzil deməkdir. Mənzil çox bahadır. In meiner Freizeit spiele ich Fußball oder lese Fachzeitschriften. Boş vaxtlarında bu gördüyünüz kişi futbol oynayır və yaxud da jurnallar oxuyur. Sahə ilə bağlı, müəyyən sahələrlə bağlı jurnallar oxuyur. Keçdik bu qadın haqqında danışmağa. Ich heiße Martina Klein. Yəni mənim adım Fəriddir, amma bunun adı Martina Klein adlanır. Ich bin 24 Jahre alt und wohne in Berlin. Mənim 24 yaşım var və mən Berlində yaşayıram. Ich bin in Berlin geboren. Mən Berlində doğulmuşam und auch hier zur Schule gegangen və həmçinin də burada məktəbə getmişəm, deyir bu qadın. Nach der Schule habe ich eine Ausbildung zur Sekretärin gemacht. Dərsdən sonra mən sekretariat
bizim dildə nətər tərcümə olunur bilmirəm. Sekretar vəzifəsində təhsil almışam məktəbdən sonra. Diese Ausbildung habe ich 2003 abgeschlossen. Bu təhsili mən 2003-cü il tarixində bitirmişəm. Seit 2003 arbeite ich als Sekretärin bei Kako. 2003-cü ildən bəri, seit bəri deməkdir. İngilis dilində since kimdir bu. 2003 ilindən bəri mən Kako firmasında, Kakoda belə deyək, firma adı da nədir bilmirəm, amma burada Kakoda sekretar kimi işləyib. Ich muss viele E-Mails lesen und schreiben. Mən çoxlu e-mail oxumalıyam və yazmalıyam. Mit Kunden telefonieren und für meinen Chef Termine vereinbaren. Müştərilərlə telefonlaşmalı und für meinen Chef Termine vereinbaren və mənim şef üçün görüşlər təyin etməliyəm. Ich bin noch ledig, yəni bu bir ismarıcı idi. Mən hələ subayam deyir. Ich bin noch ledig, noch hələ deməkdir. Ledig də subay. Und wohne bei meinen Eltern və ailəsinin yanında yaşayır. Die Miete in Berlin ist teuer. Berlində kirayə haqları çox bahadır deyir. Und ich möchte mein Geld lieber für andere Dinge ausgeben. Və nə deyir burada? Bir də oxuyum cümlənin, fikrim başqa yerə getdi. Und ich möchte mein Geld lieber für andere Dinge ausgeben. Və mən pullarımı başqa şeylərə xərcləmək istəyirəm yəqin ki. Bu mənzillə bağlı olan bir planından söhbət getmir. Tamam başqa bir fikirləri var bu insanın. Bu xanımın in meiner Freizeit lese ich gern. Boş vaxtlarımda oxumağı sevirəm. Manchmal gehe ich mit meinen Freunden ins Kino. Bəzən isə podruqamla və yaxud da rəfiqəmlə də deyə bilərik kinoya gedirəm.